Salam, bugün kəmiyyət keyfiyyət tərkibi haqqında, element atomlarının say nisbəti, kütlə nisbəti, molyar kütlə anlayışları haqqında məlumat verib, dərsin sonunda isə bir neçə maddənin molyar kütləsinin hesablanmasını birlikdə öyrənəcəyik. Baxın, ilk öncə keyfiyyət və kəmiyyət tərkibi haqqında məlumat vermək istəyirəm. Tutaq ki, bir mağazaya gedirik, özümüzə paltar almaq istəyirik. İlk öncə diqqət etdiyimiz nə olur? Deyirik ki, bu parça ya təmiz pambıqdır, ya da sintetikdir, düzdürmü? Baxın, tərkibini, yəni keyfiyyətini müəyyən etdik ki, görək yaxşıdır, yoxsa pisdir. Hər bir maddənin də baxdığımız zaman həm keyfiyyət tərkibini, həm də kəmiyyət tərkibini müəyyən etmək mümkündür. Birinci maddəmiz sudur. Baxın, suda nə var? Keyfiyyət tərkibi dedikdə oksigen atomu və hidrogen atomu. Burada yanlış verilib, karbon yazılıb şəkildə. Ancaq biz görürük ki, hidrogen atomundan və oksigen atomundan təşkil olunub. Bəs yaxşı, kəmiyyət tərkibi nədir? 1 oksigen atomu var, 2 hidrogen atomu. Ümumilikdə nə oldu? Atom sayı 3-ə bərabər oldu. Sonra digər maddəmiz karbon qazı. Karbon qazının keyfiyyət tərkibinə baxdığımız zaman karbondan və oksigen elementlərindən ibarətdir. Kəmiyyət tərkibi isə deyirik ki, 1 karbon atomu var, 2 oksigen atomu. Ümumilikdə atom sayımız nəyə bərabər oldu? 3-ə. Fikir verin, nəticədə hər iki maddənin keyfiyyət tərkibi fərqlidir, yəni fərqli element atomlarından təşkil olunublar, həmçinin kəmiyyət tərkibləri də fərqlidir. Bəs elə ola bilərmi ki, ya kəmiyyət tərkibi eyni olsun, ya keyfiyyət tərkibi eyni olsun? Bəli, indi isə onu nəzərdən keçirək. Burada iki maddəmiz verilib. Fikir verin, metan və etan. Metanın tərkibi keyfiyyət tərkibi dedikdə görürük ki, karbon və hidrogenden ibarətdir. Həmçinin etanda da keyfiyyət tərkibi deyəndə baxırıq ki, karbondan və hidrogen elementlərindən ibarətdir. Ancaq kəmiyyət tərkibləri isə fərqlidir. Metanda 1 karbon, 4 hidrogen atomu və nəticədə cəmi 5 atom var. Ancaq etanda 2 karbon, 6 hidrogen atomu var. Ümumi atom sayı nəyə bərabər oldu? 8-ə. Biz buradan gördük ki, hər iki maddənin keyfiyyət tərkibi eynidir. Yəni, hər ikisi karbon və hidrogen atomlarından təşkil olunub, lakin kəmiyyət tərkibləri fərqlidir. Yəni, atom sayları fərqlidir. Daha sonra, maddələr və onların molekullarında atom sayları verilib. Baxın, biz dedik ki, su H2O-dur, düzdürmü? 2 hidrogen, 1 oksigen atomundan təşkil olunub. Cəmi 3 atomumuz oldu. Karbon qazı 1 karbon, 2 oksigen atomundan təşkil olunub, yəni elementindən təşkil olunub. Demək ki, burada atom sayı 3 oldu. Amonyakda 1 azot, 3 hidrogen, cəmi 4 atomumuz var. Metanda 1 karbon, 4 hidrogen, 5 atomumuz var. Sulfat turşusunda 2 hidrogen, 1 kükürt, 4 oksigen atomu. Cəmlədi 7 atom oldu. Yəni indeksləri cəmləyirik, ümumi atom sayını tapmış oluruq. Glukozada isə C6, H12, O6, yəni 6 karbon, 12 hidrogen, 6 oksigen atomu var. Ümumilikdə isə cəmlədiyimiz zaman 6 üstəgəl 12 üstəgəl 6 bizə 24-ü vermiş olur. Demək ki, burada verilmiş, baxın, aşağıdakı rəqəmlər var, o indeksi göstərir. İndekslər cəmini tapmaqla atomların sayını müəyyən etmiş olduq. Burada maddələr və onların molekullarında atomların say nisbətinə nəzər yetirək. Baxın, birinci maddəmiz karbon monoksiddir, digər adı dəm qazıdır. Burada baxırıq ki, 1 karbon, 1 oksigen atomu var. Demək ki, orada element atomlarının say nisbəti 1/1 kimidir. Daha sonra etanda 2 karbon, 6 hidrogen atomu var. Orada element atomlarının say nisbəti 2/6, ixtisar aparıblar, 1/3 kimi göstəriblər. HNO-da, baxın, burada nə oldu? 1 nitrat turşusudur, 1 hidrogen, 1 azot, 3 oksigen var. Onda bizim say nisbətimiz nə olar? 1/1/3 kimi. H2 karbonoid, karbonat turşusu, burada 2 hidrogen, 1 karbon, 3 oksigen. Element atomlarının say nisbəti necə oldu? 2/1/3 kimi. H2O2, hidrogen peroksid. Burada 2 hidrogen və 2 oksigen atomu var. Demək ki, nisbətimiz 2/2. Sonra etil spirti verilib. C2H5OH. 2 karbonumuz,
hidrogenlərin sayını cəmləyirəm. 5 üstə gəl 1, 6. 6 hidrogenimiz və 1 oksigenimiz oldu. Nisbət 2/6/1 kimi verilmiş oldu. Sonra maddələrdə kütlə nisbətləri. Artıq biz kütlə nisbətlərini tapırıq. Kütlə nisbəti deyəndə əvvəl öyrəndik indeks sağda aşağıda yazılan rəqəm idi, düzdürmü? Və hər bir elementin özünə məxsus nisbi atom kütləsi var. Biz kütlə nisbətləri dedikdə hansı ki elementlər verilibsə onların, tutaq ki, baxın, birinci maddəmiz nədir? Sudur. Suda 2 hidrogen atomu var, düzdürmü? Və 1 oksigen atomu var. Kütlə nisbəti deyəndə onların indekslərini vururuq nisbi atom kütlələrinə və sonra nisbət şəklində yazıb, əgər ixtisar getsə, ixtisar apardıq, ən kiçik kütlə nisbətlərinə çeviririk. H2O-da 2 hidrogen, 1 oksigen var. Baxın, burada özü də bizə göstərilir. Mən də yenidən yazaraq sizə aydın olması üçün izah edirəm. Baxın, 2 hidrogen, 1 oksigen atomu. Demək ki, 2 vurulsun. Hidrogenin nisbi atom kütləsi, baxın, 1-dir. Oksigen isə 16-dır. Özləri sizə verəcək. 2 vurulsun 1, bu mənim hidrogenimin kütləsi. Böl, oksigenin sayı 1, nisbi atom kütləsi 16-dır. Onda biz bunu 2/16 kimi yaza bilərik və ixtisar gedər 2-yə. 1/8 kimi qalar. Ən kiçik kütlə nisbətinə çevirmiş olduq. Və yaxud da ki, karbon qazı. Baxın, burada nə verilib? Karbon qazında bir karbon var və onun nisbi atom kütləsi 12-yə bərabərdir. Nə oldu? 1 vurulsun 12. Və 2 oksigen var. 1 oksigenin nisbi atom kütləsi 16-ya bərabərdir. Oksigenin sayı 2 olduğuna görə 2 vur 16 yazıram. Bu 12, bu isə 32. Sonra nisbət şəklində yazanda 12/32. İxtisar gedir 4-ə. 4-ə ixtisar apardığımız zaman burada 3, burada isə 8 qalır. 3/8 kimi yaza bilərik. Amonyak da həmçinin 1 azot, 3 hidrogen atomu var. Azotun nisbi atom kütləsi 14-dür. 1 vurulsun 14. Hidrogenin nisbi atom kütləsi 1-dir. Say 3, nisbi atom kütləsinə vurduq. Baxın, nisbət şəklində yazanda 14/3. Artıq burada ixtisar aparmağa ehtiyac yoxdur, yəni getmir. Tam rəqəmlər alınmayacaq. CH4. Burada 1 karbon var, 4 hidrogen var. Demək, karbonun nisbi atom kütləsi 12-dir. 1-i 12-yə vururam və bölürəm nəyə? 4 hidrogen sayını vururam onun nisbi atom kütləsinə. 12-ni 4-ə böldüyümüz zaman 4-ə ixtisar gedər. 3/1 kimi taparıq. Burada da kükürt dioksidi verilir. 1 kükürtdən 2 oksigendən ibarətdir. 1 vur 32 böl 2 oksigen var. 2 vur 16. Burada da baxıram 32/32 kimi oldu və ixtisar getdiyi zaman 1/1 alıram. Ən kiçik kütlə nisbətini. Sonra burada karbon qazı verilib, su, amonyak, metan, hidrogen xlorid, kükürt qazı, etil spirti. Bizə nə deyir? Deyir ki, nisbi atom kütlələrini özünüz hesablayın. Digər bir şəklimiz olmalı idi. Orada nisbi molekul kütləsinin hesablanması. Baxın, biz hər hansısa bir maddənin, tutaq ki, bax, su verilib burada, nisbi atom kütlələrini verəcək, hidrogenin və oksigenin. Onlara əsasən nisbi molekul kütlələrini hesablamalıyıq. Baxın, AR-lər, yəni nisbi atom kütləsini göstərir. Hidrogen 1-dir, oksigen 16-dır. Molyar kütləni hesablamaq üçün hər bir elementin indeksini onun nisbi atom kütləsinə vururam. Sonra isə ümumi hər birini toplayıram və alıram molyar kütləni. Baxın, burada verilən H2O-dur, düzdürmü? Fikir verin. 2 hidrogen var, vurduq onun nisbi atom kütləsinə, yəni 1-ə. Üzərinə gəldik. 1 oksigen var, onun da nisbi atom kütləsi 16-dır. 2 vur 1 üstə gəl 1 vur 16, cəmlədik 18 verdi. Və yaxud da ki, burada sulfat turşusu verilib H2SO4. Gəlin, indi onu nəzərdən keçirək. Nə var? 2 hidrogen, 1 kükürt, 4 oksigen. Demək ki, 2-ni 1-ə vurub, üzərinə 1 vurulsun 32, onun da üzərinə 4 oksigen olduğuna görə 4 vurulsun 16 gəlib nisbi molekul kütləsini hesablaya bilərəm. Baxın, buradakı verilmiş maddələrin nisbi molekul kütləsini özümüz hesablayaq. Burada karbon qazı verilib.
Fikir verin, 1 karbon, 2 oksigen atomundan təşkil olunub. Bayaq kütlə nisbətlərini yazdığımız kimi eyni qayda ilə indeksləri vururuq onların nisbi atom kütlələrinə, daha sonra isə nisbət şəklində yazmırıq. Sadəcə cəmləyirik. 1 karbon deyəndə 1-i vurdum 12-yə. Baxın, burada da 2 oksigen var. 2 vurulsun 16. Sayı nisbi atom kütləsinə vurdum və cəmlədim. Mənim molyar kütləm nəyə bərabər oldu? 12 üstə gəldi. 32, 44. Daha sonra su. Suda 2 hidrogen, H2O-dan söhbət gedir. 2 hidrogen var, 2-ni vurdum 1-ə. Üzərinə gəldim 1 oksigen, 1 vur 16. Cəmlədim, bizə verdi 18. NH3. 1 azot var, vurdum 14-ə. Nisbi atom kütləsi 14-ə bərabərdir. Üzərinə gəldim 3 hidrogen var, 3 vurulsun 1 və cəmlədim 17 verdi. Videonu dayandırıb buradakı metanın, yəni CH4-ün, hidrogen xloridin, kükürt qazının, yəni SO2-nin və etil spirti C2H5OH-ın nisbi molekul kütlələrini özünüz hesablaya bilərsiniz. Daha sonra görək başqa hansı şəklimiz var. Burada yenə karbon qaz, bizə deyil, karbon monoksiddir, azotdur, ozondur, hidrogen peroksid, metanol metil spirti, hidrogen sulfid və alüminium oksid. Baxın, buradakı maddələrin də nisbi molekul kütlələrini öyrətdiyimiz qayda ilə hesablayaq. Məsəl üçün, gəlin burada fərqli olan CH3OH-dır, düzdürmü? Ona baxaq, yəni metil spirtinə. Cəmləyirik bütün atomları. Bir dənə karbonumuz var, hidrogen sayı 3, 1. Nə qədər oldu? 4 dənə, yəni bir karbonumuz var, 4 dənə hidrogenimiz var, 1 dənə oksigenimiz var. Demək, biz burada molyar kütləni tapanda 1-i vururuq 12-yə, yəni karbonun nisbi atom kütləsinə, üzərinə gəlirik 4 hidrogeni vururuq onun nisbi atom kütləsinə və üzərinə gəlirik 1 oksigen. 1 sayıdır, 16 isə nisbi atom kütləsidir. Daha sonra isə hesablayırıq. 12 üstə gəl 4 üstə gəl 16, buradan da cavabı aldıq 32. Ümid edirəm ki, izahım sizin üçün aydın oldu. Dərsimizdə bu qədər. Yenə suallarınız olsa, rəy bölməsində yaza bilərsiniz.